Qəti demək lazımdır uşağa, məktəbdən. Uşağa başa salmaq lazımdır. Oğlum sən, qızım sən mütləq və mütləq kimlərləsə ixtilafda olacaqsan. Kimlərsə sənə pislik eləyəcək, kimlərsə səni anlamayacaq, kimlərsə sənə paxıllıq eləyəcək. Kimlərsə sən ola bilsin, paxıllıq eləyəsən. Niyə övlad ananın üzünə qayıdır? Ağır sözdür. Niyə övlad atanın üzünə qayıdır? Ağır sözdür. Çünki ağlı kəsəndən görüb ki, ata anaya təhqiramiz söz deyib. Ata ananın üstünə qışqırıb. Görüb ki, ana da atanın üstünə qışqırıb. Cəsarət edib üstünə də qışqırmasa, kuxuna da yemək dökəndə deyib zəhərin olsun, gətirib qoyub. Onu da uşaq eşidib. Bəzi vaxtlar məhəbbət göstərilməməli yerdə məhəbbət göstəririk. Bunlar hamısı imtihandır. O qədər sevgi var ki, orada sən küsməlisən, misal. Bəzi vaxtlar sərt söz deməlisən. Eləyə bilmirsən. Bu imtihanındır sənin.